Krımın Rusların işğal etməsinə müqavimət göstərən yeganə toplum tatarlar oldu. Bugün də hələ 145-ə yaxın aktivist, tatar aktivisti Rusiya türmələrində. Ukrayna Müdafiə Naziri Rüstəm Mübarək dostumuzdur. Tatardır. Yəni söhbət ondan, onlar yəni bir Mustafa Cəmilov faktör Ukraynanın işğal məsələsində bütün dünyaya səs saldı. Yəni bax budur söhbət. Yəni Ukrayna bu günə qədər apardığı siyasətdə səhvlər olub bu en qədər. İndi bax bu səhvləri də yığışdırmaq lazımdır. Yenə deyirəm, ən böyük arzumuz budur ki, Ukrayna 91-ci il sərhədlərinə çıxsın, qayıtsın, Rusiyanın burnu əzilsin, bir dəfəlik qutarsın. Amma bu bugün deyil. Bu bugün mümkün deyil də, təəssüf ki, mümkün deyil. Ona görə də Ukrayna güclənməlidir. Putin də indi qarğa deyil ki, 3 il, 5 il, 10 il Rusiyanın özündə daxilində zaten o problemlər yaşanacaq. Müharibədən çıxmış ölkələr, böyük müharibələrdən çıxmış ölkələrdə həmişə ciddi problemlər də olur da, həmişə olur. Tarixən olub. Yəni bu Rusiyanın özündə də bu daxilindəki bu problemlər üzə çıxacaq. Məsələn, indi heç kim danışmır, amma sabah məlum olacaq itkilərin sayı, onun etnik tərkibi. Çuvaşlar deyəcək, tatarlar deyəcək ki, niyə biz? Niyə bizdən çox ölüb? Niyə bizi aparırdınız? Başkirləri niyə aparırdınız? Harada etniklər var və onlardan niyə aparıb qırdırırdınız orada? Bu suallar həmişə yaranacaq. Rusiyada yaranacaq, daxilində müəyyən çatdılar yaranacaq. Və Putin dönəmindən sonraki Rusiyanı heç kim təsəvvür eləyə bilmir. Həqiqətən. Çünki 25 ildir, yəni bir əsrin 1/4-dir 25 il, zarafat deyil. 99-cu il yanvarın 1-dən, ya 2000-ci ilin yanvarın 1-dən baş nazir kimi fəaliyyətə başlayıb da Yeltsin məşhur yeni il çıxışında dedi ki, mən yoruldum, mən gedirəm, Putin gəlir. Putini gəl qoyuram baş nazir və prezident səlahiyyətlərini icra edir. Bu era faktiki olaraq 25 il. Bu əsrin 1/4-dir. Bütün sistemi də özünə kilidləyib. Kilidləyib özünə. Yəni o şəxsinə kilidləyib. Sistem bunun şəxsiyyətinə bağlıdır. Əslində Rus mentalitetində bu məsələnin açarı var. Niyetçilərdə niyet problem. Yəni adamın varlığı o problem deməkdir. Adam olmayacaq, problem də olmayacaq. Onu deyirəm də bundan sonra kimlər olacaq, necə olacaq, nətər olacaq, buna hazır. Çünki sistem qaldıra biləcəkmi başqa bir fiquru? Bu da ciddi sualdır. Ukraynalılar buna hazırlaşmalıdır. 5 ilə, 10 ilə, 15 ilə bilmirəm, elə bir güclü bir dövlətə çevrilməlidir ki, hətta sərhədin o tərəfində də Bryanskdır, Lugansk, Kurskdur, Rusiya köhnə, yəni əsl Rusiya əraziləri belə deyək, orada da Ukraynalılar yaşayır yeri gəlmişkən. Amma Rusiya vətəndaşıdırlar, Ukraynalılar yaşayırlar və Sırskinin valideynləri Voronezh vilayətində yaşayır hələ də. Qardaşı bu yaxınlarda rəhmətə gedib orada. Hansı ki, Ukraynanın qərargah rəisidir də, baş qərargah rəisidir. Yəni onlar Ukrayna elə bir gözəl dövlət qurmalıdır ki, buna iki Alman modeli deyirlər də. Yəni Avropa da əslində bunu dərk elədi. Əlbəttə, əlbəttə. Yəni özünün qalasıdır. Həm də gözəl sosial bir dövlət qurmalıdır. Məsələn, 50-ci illərdə başladı problem. Berlin divarı çəkiləndən sonra niyə Şərqi Almaniyadan qərbə keçənlər olurdu, amma əks istiqamətə keçən yox idi. Niyə? Reform dalıcan gəlirdi. Tamamilə doğrudur. 10 minlərlə adam qaçırdı o tərəfə. Həyatını təhlükəyə atırdı. Güllələnənlər olurdu sərhəddi keçən zaman. İdmançılar məsələn, mən bir filmə baxmışam, çox təsir eləmişdi. Almaniya demokratik, yəni Sovetlərin tərəfində qalan bir ana uşaqlarını idmançı olması üçün dərsiz adı atır. Bunu idmançı eləmək istəyir. Tək o sələdarsın. Deyir ki, get və sonra qayıtma da. Bir yarışa gedəcəksən də sən. Günün birində yarışa gedəcəksən. Məsələn, İtaliyaya, Fransaya. Getdin, qaç oradan. Qaç. Geç Alman tərəfə. Sənin məsələn, əmin oradadır, dayın oradadır, ya kimsə var, ged onların evinə. Yəni, belə olub. Eyni şey Ukraynada da ola bilər, əgər Ukrayna bunu bacarsa. 10 ilə 15 ilə elə bir dövlət qura bilər ki, Bryanskdan baxan, Kurskdan baxan, Voronezhdan baxan deyəcək ki, bunlar gözəl yaşayırlar da, ay Putin, biz Putin olmayacaq, İvan İvanov olacaq. Fərqi nədir? Ay İvan, biz niyə pis yaşayırıq? Biz niyə normal yaşaya bilmirik? Deməli, problem onlardakı faşizmdə, o dırnaq içində deyil də, səndədir problem, sistemindədir problem. Yəni, Ukrayna Alman modelini götürsək, o torpaqları ancaq elə qaytara bilər. 89-cu ildə Almaniya birləşəndə fantastik bir şey oldu da, heç kimin ağlına gəlmirdi. Kolun xatirələr kitabı var və dəhşətli kitabdır. Mən onu çox sevirəm, o xatirələr kitabını. Bu deyir, Qarbaçovla və
Şevardnadze ilə danışıqlara gedirlər. Kollə o vaxtki Xarici İşlər naziri. Yolda Xarici İşlər naziri Kolə deyir ki, bunlar bizdən pul istəyəcək çox güman. Almaniyanı birləşdirmək söhbətinə görə və yaxud da heç razı olmayacaq. Və yaxud da razı olsalar da deyəcəklər ki, 25 il keçid sürəci olsun. Bizim ordu qalsın orada, Sovet ordusu, tankı, topu. Çıxmırıq. 25 ildən sonra baxarıq, bir də pul. Xarici İşlər Nazirinə Kol deyir ki, lap bizim büdcəmizdə ehtiyat hissəmiz nə qədərdir? O vaxt hələ evroya keçməmişlər, 4 marka idi. Deyir 400 milyard markaya qədər, o vaxtki məzənlə ilə təqribən 300 milyard dollar eləyir də. O vaxtı fantastik böyük puldur da, yəni fantastik böyük. İndiki bəlkə də bir 10 trilyona yaxın puldur. Deyir bax bu qədər varımızdır. Deyir onu belə istəsə verək. Çünki bu tarixdə bir dəfə olur belə şanslar, sonra düşməyə bilər. Tarix tərsinə çevrilə bilər. Gedirlər danışıqlara. Danışıq zamanı Şevardnadze məsələni qaldırır ki, burada məsələn 100 mindən çox Sovet ordusu var da. Bunu biz çıxmaq şərtləri budur. Çıxardanda gərək bunlara kazarma tikək, ev tikək zabitlərə. Buna böyük vəsait lazımdır. Kol deyir ki, mən əsasda deyirəm ki, nə qədər də indi yavaş ki, birdən deyəcək də 200 milyard, 300 milyard, 500 milyard, 1 trilyon, hər şey deyə bilər də. O deyir 7 milyard deyəndə, 7 milyard dollar deyəndə deyir. Mən udqundum. Üzümə baxdım Xarici İşlər Nazirinə. O da dedim gözümdəki səsini çıxartma da, yəni. Ondan sonra Şevardnadzeyə də Qarbaçova da Baden-Badendən bir fəxri ev də vermişlər, fəxri vətəndaşlıq sülhü. Yəni ona bax, o fason bir şey ola bilər Ukraynanın gələcək birləşməsi. O torpaqları geri qayıtması. Yəni o qədər güclü ölkə ola bilərlər ki, sabah Rusiyada hansısa bir hadisələr vasitə baş verəndən sonra o bölgələrin avtomatik geri qaytarılması məsələsi o xalq tərəfindən qaytarıla bilər. Əhali qaynayıb qarışacaq yenə. Gedən də olacaq, gələn də olacaq, baxan da olacaq, görən də olacaq. Yəni kifayət qədər ciddi məsələdir bu.